situasiya, yəni inşallah imtahana kimi tam hazır olacağıq. Yəni 10 mindən artıq test işləyəcəyik. Bircə dənə sizdən xahişim odur ki, sizə verilən tapşırıqları vaxtı-vaxtında təhvil verəsiniz. Aha, deməli müəllimlər, kurikulum nədir? Kurikulum təhsil proqramıdır. Kurikulum təhsilin məzmunu, təşkili, qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən konseptual sənətdir. Aha, bunu dedik. Bu nə deməkdir indi? Gəlin açıqlamasını verim. Bax, burada konseptual sözü var. Soruşa bilərsiniz ki, müəllimə, konseptual nədir? Konseptual yenilikçi deməkdir. Yenilənən deməkdir. Yəni, kurikulum hər il yenilənir. Bax, hər dəfə yeni mövzular əlavə olunur və yaxud da mövcud mövzulara əlavələr olunur, dəyişikliklər olur. Bu da onu göstərir ki, kurikulum yəni konseptualdır, yenilənir, dəyişir, sabit qalmır. Sonra burada nə var? Məzmun sözü var, təşkil var, bir də qiymətləndirmə var. Məzmun bilirsiniz nədir müəllimlər? Yəni nədən bəhs olunacaq? Hər mövzu olsun, hər proqram olsun, özünün məzmunu var. Yəni bu proqram, bu fən nədən bəhs olunacaq? Onu bildirir. Sonra nə var? Təşkil var. Təşkil odur ki, mən dərsi necə quracam? Hansı iş üsulundan istifadə edəcəm? Hansı iş formasından istifadə edəcəm? Bu dərsimizin təşkil hissəsidir. Bir də var qiymətləndirmə. Qiymətləndirmə də müəllimlər dövlət tələbidir. Dövlət tələbidir. Yəni əsasən inşallah qiymətləndirmə haqqında növbəti dərsimizdə daha geniş keçəcəyik. Amma bizə bir dəqiqə lazım olan əsas məktəb daxili qiymətləndirmədir. Məktəb daxili qiymətləndirməyə işləyən müəllimlər, digər müəllimlər də məlumatlıdır. Diaqnostik, formativ və summativ qiymətləndirmə daxildir. Daha dərinliyə girmirəm hələ ki qiymətləndirmənin, sonra bu haqqda məlumat verəcəm. Bu kurikulum haqqında ilk anlayışdır. Bu haqqda nəsə qaranlıq qalmadı sizə müəllimlər. Nəsə çətin gəlmədi bunun tərifi. Hələ ki tərifinin açıqlamasını elədim sizə. İlk başlayan müəllimlər var, kurikulum haqqında anlayışı olmayan. Onun üçün əsasında onlar üçün soruşuram ki, bu tərif sizə çətin gəlmədi? Kurikulumun nə olduğunu başa düşdünüz? Nə üçün lazımdır? Başa düşdünüz? Bəli, müəllim. Bəli. Aha, lap gözəl, çox gözəl. Deməli müəllimlər, burada əsasən bunlar oxunulmasıdır. Bir neçə hansı hissələrə daha çox diqqət eləməliyik, hansı hissələri oxuyacaqsınız, sadəcə oxuyub keçəcəksiniz, onlar haqqında da məlumat verəcəm. Məsələn, oxuyub məlumatlı olacağınız hissələrdən biri də təhsil termini haqqındadır. Misal üçün deyim, sizə müraciət edirəm. Bax, burada var Ülvi müəllim. Ülvi müəllim, sizin fikriniz maraqlıdır. Necə başa düşürsünüz, elə deyin. Təhsil bizə nə üçün lazımdır? Müəllimə, təhsil, yəni özümü inkişaf etdirmək üçün, yəni başqalarına, necə deyim, fikir bölüşdürmək üçün. Bəli, özünüzü inkişaf elətdirməkdən ötürü, həm dövlətin inkişafı üçün, dövlətə çox gözəl, çox gözəl. Təşəkkür edirəm Ülvi müəllim. Doğrudur, həm iqtisadi artımı üçün lazım təhsil bizə. Yaxşı, belə bir sual versəm, bu da görün burada kim var? Aha, məsələn, sualım olsun kimə? Həbibə müəlliməyə. Həbibə müəllimə. Bəli. Bax, belə bir sizə elə bir ki, müsahibədəsiniz, müsahibədə sizə bir sual verirlər. Sizcə, təhsil harda həyata keçirilir? Necə cavab verərsiniz? Harda həyata keçirilir? Təhsil daha çox məktəbdə olur, daha sonra xəstə uşaqlar üçün bəzən tibb şəraitində, yəni xəstəxanalarda da keçirə bilər, evdə də təhsil ola bilər. Aha, bax, bu cavabınız səhv deyil. Dediyiniz cavabların heç biri səhv deyil. Ancaq çox geniş əhatəli cavab olmadı. Daha doğrusu, siz necə cavab versəz doğru olar? Tədris müəssisələri tək məktəbdə həyata keçirilmir. Daha çox deyirsiniz. Aha, bu da doğru. Daha çox məktəb ola bilər. Amma ümumilikdə soruşuram, təhsil harda həyata keçirilir? Tək cavabınız olsa, yəni müsahibə sualıdır bu. Tək cavabınız olsa ki, məktəbdə, bu yanlış cavabdır. Yəni geniş əhatə olunmuş cavab deyil. Deyirik ki, tədris müəssisələri. Tədris müəssisələri tək məktəblə kifayətlənmir. Kurslar var, digər tədris müəssisələri var. Yəni ona görə deyirik ki, tədris müəssisələrində həyata keçirilir təhsil. Aha, bir də müəllimlər, oxuyacağınız hissə, sadəcə oxuyub keçəcəyiniz hissə kurikulumun keyfiyyətləri haqqında. Çünki bu timing kitabında var bu testlərdə. Bax, nə var? Kurikulumun keyfiyyət göstəriciləri onun aktual olmasıdır. Yəni kurikulum daim dəyişkəndir, aktualdır, dövrün tələbinə cavab verir. Sonra praktik olmasıdır. Yəni tətbiq olunandır, təcrübə olunandır. Bu onun praktik olmasını göstərir. Sonra effektiv olması və davamlı olmağıdır.
Bunun baş hərfləri ilə APET şəklində, yəni özümün PDF-imdə qeyd eləmişəm bunu, yenə göndərəcəm. APET şəklində baş hərflərini yadımıza saxlaya bilərik. Daha sonra indi bizə bu birinci mövzuda ən çox lazım olan hissə həm MİQ, həm sertifikasiya imtahanda düşəcək, mütləq düşəcək suallardan, hardan? Kurikulum prinsiplərindən düşəcək. İndi müəllimlər, sizə mən kurikulum prinsiplərinin adını çəkəcəm, sonra hər biri haqqında ayrı-ayrılıqda izahat verəcəm. Baxın, kurikulumun 6 prinsipi var. Bunu yadda saxlayırıq. Kurikulum neçə prinsip oldu? 6 prinsipi. Hansıdır? Gəlin baxaq. Şagird yönümlülük, şəxsiyyət yönümlülük, integrativlik, nəticə yönümlülük, qiymətləndirmə, tələb yönümlülük. Bunu dedik. İndi hər birinin açıqlamasını verəcəm sizə. Bax, şagird yönümlülük deyirəm birinci başda olaraq kurikulumun əsas prinsiplərindən biri. Niyə əsas deyirəm? Çünki kurikulum bizdən tələb edir ki, işləyən müəllimlər daha çox yaxşı bilir onu ki, şagirdi mərkəzdə saxlayasınız. Şagirdi ön plana çəkəsiniz. Şagirdin istəyini, marağını, potensial imkanını nəzərə alasınız. Baxın, açar sözlər deyirəm sizə. İstək, maraq, potensial imkan. Bu nə deməkdir? Bax, misal üçün deyim, dərs quruluşundan bir situativ misallar gətirim. Şagirdlərimizdən biri, deyim ki, riyaziyyat müəllimisiz, misal üçün deyim, görürsünüz ki, riyaziyyata marağı yoxdur. Bu uşağın ən çox idmana marağı var. Aha. Və misal üçün, müəllim əgər idman müəllimi onun öz potensialı indir, marağı haradır? İdmanadır. İdman müəllimi məktəblər arası yarış zamanı həmin şagirdi ön plana çəkirsə həmin sahə üzrə, deməli şagirdin potensial imkanını nəzərə alır. Onun potensialı budur. Daha çox idmana, həmçinin də marağı idmanadır. Riyaziyyata çox marağı yoxdur. Və yaxud da rəsmə marağı var. Əgər müəllim onu o istiqamətə yönəldirsə, demək burada şagirdin marağını nəzərə alır. Misal üçün deyim, məktəblər arası yarışma olur, rəsm yarışı olur. Bu zaman müəllim həmin şagirdin qabiliyyətini ortaya çıxardır. Deyir ki, bu yarışda sən iştirak edəcəksən. Tutaq ki, Səbinə, bu yarışda sən iştirak edəcəksən, yaxşı əl qabiliyyətin var. Burada müəllim sual düşər, hansı prinsipi yerinə yetirmiş olur? Müəllim burada şagird yönümlülük prinsipini yerinə yetirmiş olur. Çünki şagirdin potensial imkanını, marağını nəzərə alır. Öyrənmə tərzini nəzərə almaz. Öyrənmə tərzi nədir? Nəzərə almaq. Misal üçün deyim. Müəllim axı dərs prosesində hər hansı bir iş forması və ya üsulundan istifadə edir axı, əvvəlcə onu müəyyənləşdirir. Əgər müəllim şagirdin fikrini də nəzərə alırsa, misal üçün deyir, uşaqlar, bu gün sizlə qruplarla yoxsa cütlərdən iş forması eləsəm maraqlı olar. Öyrənmə tərimi məsələn uşaqlar deyir ki, misal üçün deyim, müəllim cütlərlə daha maraqlılar istəyərik. Hə, burada da uşaqların fikrini nəzərə alır. Burada müəllim demək şagird yönümlülük prinsipini yerinə yetirmiş olur. Və yaxud da ki, bax öyrənmə tərzi bir də var. Budur əsas. Məsələn, elə uşaqlar var ki, eşidərək daha yaxşı öyrənir. Eləsi var görərək. Eləsi var məsələn oxuyaraq. Yəni fərqli də öyrənmə tərzləri fərqlidir də şagirdlərə. Əgər müəllim bunların hər birini nəzərə alırsa, demək müəllim şagird yönümlülük prinsipini yerinə yetirmiş olur. Müəllimlər, şagirdin yönümlülük prinsipi ilə bağlı nəsə sualınız var, nəsə qaranlıq qalmadı. Bu qədər. Şagird yönümlülük bu qədər. Nərmin müəllimə, Şəfiqə müəllimə, Sevda müəllimə, Səyyad müəllim, Ülvi müəllim, Həbibə, İlhamə. Nəsə qaranlıq qalmadı ki, Leyla müəllimə. Digər müəllimlər. Deyil müəllim. Çox sağ ol. Nəsə sualınız varsa buyur verə bilərsiniz. Qaranlıq hə, qaranlıq bir şey, cüzi bir şey qalsa izahatını verəcəm, narahat olmayın. Deyin, verək. Yoxdur? Aha, lap yaxşı. Əsas odur ki, aydın oldu. Kəmalə müəllimə. Kəmalə müəllimə. Eşidirəm müəllimə. Bu şagird yönümlülük prinsipi ilə bağlı nəsə qaranlıq qalmadı ki sizə? Belə müəllim qulaq asdım, nə gizlədim. Mənim biraz yaddaş zəifliyim var. Gərək mən özüm də oxuyum, sonra başa düşüm. İndi hələ birinci gündür də. Hə, bilirəm. Yavaş-yavaş. Kurikulumda odur ki, müəllimə, üzr istəyirəm, sözünüzü kəsirəm. Əsas birinci izahatdır. İzahat olmadan elə yazırlar ki, kitab cümlələrinə yazırlar da başa düşməyəcəksiniz. Mən ancaq sizə loru dedən başa salıram hər birinizə. Kitab cümlələrindən istifadə eləmirəm. Heç cürə istifadə eləmirəm. Amma çox rahatdır müəllimə. Yəni ki, başa düşəcəm yəni, sizə. Əsas odur ki, dinlədiyiniz, mənim dediklərimlə başa düşdünüzsə, ondan sonra, oxuyandan sonra başa düşün. Aha, lap yaxşı. Yəni, bir də təkrarçılıq kimi çıxmasın. Kurikulumda əsas odur ki, diqqətlə dinləyin. Çünki mən kitab cümlələrindən yox, loru dillə, asan izahlarla başa salıram. Çünki kitabda biraz elmi dillə çox kəsat yazıblar da. Elə yazıblar ki, çox başa düşmək olmur. Ona görə ilk öncə dərsin izahına qulaq asmaq lazımdır diqqətlə. Əla. Əsas odur ki, qaranlıq heç nə qalmadı.
Sonra var şəxsiyyət yönümlülük prinsipi müəllimlər. Şəxsiyyət yönümlülük prinsipinin açar sözləri nədir? İdrak, ünsiyyət, psixomotor fəaliyyət, milli bəşəri dəyər. Aha, ben tərifini demirəm ha sizə, özünüz oxuyarsınız tərifini. Mən açar sözlərini deyəcəm ancaq, əsas hissələri deyəcəm. İdrak nədir? Ünsiyyət nədir? Psixomotor fəaliyyət nədir? Milli bəşəri dəyərlər nədir? Bax, misal üçün deyim, uşaqlardan müəllim hər hansı bir tədbirdir, dövlət tədbiridir. Şagirdləri həmin dövlət tədbirinə aparır. Bu zaman müəllim şəxsiyyət yönümlü prinsipini yerinə yetirmiş olur. Çünki şagirdlərdə milli bəşəri hisslər formalaşdırır. Və yaxud da misal üçün Xocalı soyqırımı ilə bağlı müəllim özü tədbir təşkil edir. Tarix müəllimidir, yaxud da Zəfər günü ilə bağlı özü tədbir təşkil edir. Şagirdlərdə bu tədbirə cəlb edir. Bu zaman uşaqlarda müəllim şəxsiyyət yönümlülük prinsipini formalaşdırmış olur. Çünki onlarda milli bəşəri hisslər formalaşdırır və ən çox da sual milli bəşəri hisslərdən düşür. Misal üçün müəllim onu vətənpərvərliklə bağlı hər hansı bir tədbirə cəlb eləyir, özü bir tədbir hazırlayır, bayrağımızla bağlı məlumatlar aşılayır, rəmzlərimizlə bağlı məlumatlar aşılayır. Bunların hər biri milli bəşəri hisslərin formalaşdırılmasıdır. Misal üçün və yaxud da ki, bax uşaqlardan biri çox savadlıdır. Bütün suallara cavab verir. Amma egoist uşaqdır. Misal üçün deyirəm, yolda bir ağbirçək gedir, əlində ağır zəmbillər. Yolu keçmək istəyir, keçə bilmir. Uşaq deyir, mənim nə işimə qalıb, heç kömək eləmirəm ona. Görür, amma göz yumur da, keçmir ondan. Və yaxud da ki, avtobusda gedir, qoca ayaq üstə qalıb, bu da kefindən durmur ayağa. Görür, göz yumur buna. Bu zaman uşaqda, həmin şagirddə şəxsiyyət yönümlülük prinsipi formalaşmayıb. Böyüyə kiçiyə hörmət formalaşmayıb. Bax, bu da şəxsiyyət yönümlülüyün bir növüdür. Böyüyə kiçiyə hörmət eləməlidir, milli dəyərlərimizə, bayramlarımıza, adət-ənənələrimizə hörmət eləməlidir. Bunlar yəni bir növ şəxsiyyət kimi, adından göründüyü kimi, şəxsiyyət kimi formalaşmalıdır. Sonra burada var idrak, ünsiyyət və psixomotor. İdrak əsasən bizim düşüncəmizlə, başımızla bağlıdır. Sonra, əgər misal üçün şagird oxuduğunu anlamırsa, onda idraki təfəkkür yaxşı inkişaf eləməyib. Yəni, o qədər də şəxsiyyət yönlü prinsipi yaxşı inkişaf eləməyib. Ünsiyyət, misal üçün, öz tələbə yoldaşları ilə ünsiyyətə girə bilmirsə, kommunikasiya, əlaqə qura bilmirsə və yaxud da oxuduğu dərsi izah edib danışa bilmirsə, ünsiyyət yoxdur da, danışıq yoxdur. Bu zaman onda şəxsiyyət yönümlülük prinsipi formalaşmayıb. Psixomotor nədir? Psixomotor kiçik hərəkətlərdir. Bax, jest, mimika hərəkətləridir. Bax, əgər deyir ki, şagird dərs danışanda əl-qol hərəkətlərindən istifadə edir. Jest, mimikadan istifadə edir. Bu zaman şagirddə demək, hansı fəaliyyətdir, hansı prinsipdir, şəxsiyyət yönümlülük prinsipini deyirik. Jest mimikadan istifadə eləyir, sonra əl-qol hərəkətlərindən istifadə eləyir. Yox da kiçik, məsələn, yazının yazmaq olsun, hərəkətlər olsun, kiçik rəqs hərəkətlər olsun. Bunlar hamısı psixomotor fəaliyyətdir. Psixomotor yəni kiçik hərəkətlər, motor da hərəkət deməkdir. Aha, bu belə. Bu da şəxsiyyət yönümlülük prinsipimiz. Şəxsiyyət yönümlü prinsip ayrı-ayrıqda hər birini yekunda soruşacağam. Şəxsiyyət yönümlülüklə bağlı qaranlıq nəsə qaldı? Buyurun. Varsa sualınız buyurun. Çok güzel başa saldınız, süper. Çox sağ olun, təşəkkür edirəm. Əsas odur ki, mənim istədiyim odur ki, başa düşməniz. Başa düşdünüzsə, vəsə. Demək, məndən xoşbəxti yoxdur. Əla. Bu belə. Sonra var üçüncü prinsipimiz integrativlik. İntegrativlik adından biraz gəliz görsəniz də, amma onların içində ən sadəsi integrativlik. Niyə? Bax, inteqrasiya sözünü eşitdim sizdən müəllimlər. İnteqrasiya odur ki, yəni birindən digərinə keçid eləmək, əlaqələndirmək, inteqrasiya eləmək. Bax, irəlidə keçəcəyik əsasən inteqrasiyanın növlərindən bağlı. Fəndaxili inteqrasiya var, fənlər arası var, fənn üstü var. Bax, inteqrasiya odur ki, ilk öncə gəlin ümumi deyim. Misal üçün deyim, əgər fiziki tərbiyə müəllimi deyim, fiziki tərbiyə müəllimi öz ixtisasını başqa bir ixtisasla əlaqələndirirsə, yəni başqa bir ixtisasa inteqrasiya eləyirsə, başqa bir fəndə inteqrasiya eləyirsə, burada müəllim, fiziki tərbiyə müəllimi inteqrativlik prinsipini yerinə yetirmiş olur. Və yaxud da ki, misal üçün deyim, təsvir incəsənət müəllimi öz fənnin daxilində inteqrasiya edə bilər. Birinci mövzu ilə 5-ci mövzunu əlaqələndirə bilər. Və yaxud da 5-ci sinifdə keçdiyini birinci sinifdə keçdiyinlə əlaqələndirə bilər. Bu da inteqrasiyadır. Yəni bu da şaguli üfüqi inteqrasiya olur da. Bəli, indi onlar sadəcə indi girmək istəmirəm həmin o şagili üfüqə növbəti dərslərimizdə. Birdən-birə ağır gəlməsin müəllimlərə. Burada sadəcə inteqrasiya haqqında ümumi məlumatdır.
əlaqələndiririk. Biz öz fənnimizlə başqa fənni əlaqələndiririk və yaxud da öz fənnimizin mövzularını əlaqələndiririk və yaxud da ki, fənnimizi həyatla əlaqələndiririk. Bax, misal üçün deyim. Biologiya müəllimi deyir ki, uşaqlar, yaxud da fizika müəllimi deyir ki, uşaqlar, gedin evdə çaydanın qaynaması zamanı nə qədər elektrik enerjisi sərf olunur, onu ölçün. Əgər uşaq gedir onu evdə tətbiq edirsə, demək burada da inteqrasiya var. Çünki müəllim öz fənnini həyatla əlaqələndirdi. Uşaq getdi, həyatda tətbiq elədi. Və yaxud da ki, fiziki tərbiyə müəllimi deyir ki, uşaqlar, bu qədər sizə tapşırıq verirəm qaçışla bağlı, nəsə tullanmaqla, gedin bunu evdə tətbiq edin. Uşaq bunu evdə tətbiq edirsə, oppanıb düşürsə, qaçırsa, nəsə, bu ölçürsə surətini falan, bu da həyatda tətbiqdir. Bu da inteqrasiyadır. Müəllimin verdiyi tapşırığı evdə gedir eləyir. Həyatla əlaqələndirir daha doğrusu. Həyatla əlaqələndirirsə, bu da inteqrasiyanın bir növüdür. Bu da oldu bizim inteqrativliyimiz. Vəssalam, bu qədər sadə. Nəsə, qaranlıq qalmadı ki. Xeyr müəllim. Lap gözəl. Aha, əla. Aha, burada İlham müəllimə axıra kimi səsini açmayacaq desən. İlham müəllimə müsait olanda səsinizi açın. Sonra var nəticə yönümlülük prinsipi. Bu da çox sadə və çox gözəl prinsiplərdən biridir. Nəticə yönümlülük prinsipi. Bax, sizə sual verim. Hal-hazırda kim var burada? Kim var burada? Ülvi müəllim sizə olsun sualım. Bəli. Bax, hal-hazırda sizin dərsə qoşulmaqda, bizim hazırlığımıza qoşulmaqda məqsədiniz nədir? Yəni imtahandan yaxşı nəticə əldə etmək. Bəli, çox gözəl. İmtahandan. Demək siz hal-hazırda yanvar ayında qoşulmusunuz ki, yayda imtahan verəcəksiniz. Nəticəni əvvəlcə yanvar ayında artıq siz iyunda olacaq nəticəni müəyyənləşdirmiş olursunuz. Bu nəticə yönümlülükdür. Və yaxud da ki, ən sadə üsul müəllimlərin əlində olan gündəlik planlama və yaxud da illik planlama. Bu nə üçün lazımdır bizə müəllimlər? Nəticəni müəyyənləşdirməkdən ötürü də. Bax, gündəlik planda qeyd edirik ki, misal üçün hansı iş formasından, hansı iş üsulundan, hansı mövzunu keçəcəm, əvvəl uşaqlar nəyi öyrənəcək, bunu dərsə girməmişdən qabaq, yəni 1:45 dəqiqə ərzində nələr eləyəcəm, əvvəlcədən müəyyənləşdirib girirsiniz dərsə. Bu, nəticənin əvvəlcədən müəyyənləşdirilməsidir. Və yaxud da illik planlaşma, perspektiv. Bu illik planlaşdırma da onun kimidir. İl ərzində mən tutaq ki, bu mövzuları şagirdlərə mənimsətmiş olacam. Bu da bizim illik planımızdır. İli əvvəlcədən müəyyənləşdirib, planını əvvəlcədən əlimizdə hazırlayıb saxlayırıq. Nəticəni əvvəlcədən müəyyənləşdiririk. Bu da oldu nəticə yönümlülük prinsipimiz. Sonra var qiymətləndirmə. Qiymətləndirmə də şagirdin nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbidir. Aha, sonra qiymətləndirmə haqqında dedim, əsasən məktəb daxili qiymətləndirmədən istifadə edəcəyik. Formativ, summativ, diaqnostik. Diaqnostik ilkin qiymətləndirmədir, formativ dərs prosesinə gedən qiymətləndirmədir, summativ isə yekun qiymətləndirmə, bu da KSG və BSG-dən ibarətdir. Sonra var tələb yönümlülük prinsipi. Tələb yönümlülük prinsipi bizdən nə istəyir? Fərdin, dövlətin, cəmiyyətin tələbini yerinə yetirmək. Əsasən 21-ci əsrin bacarıqları, dövrün tələbi. Bizdən bunu tələb edir tələb yönümlülük. Bax, misal üçün deyim, əgər müəllim dərsə gələn zaman, dərsdə daha doğrusu, elektron lövhələrdən istifadə edirsə, kompüterlərdən istifadə edirsə, bunlar hamısı dövrün tələbidir də müəllimlər. Bu texnologiyaların hamısı dövrün tələbidir. Ona görə dövrün tələbini yerinə yetirmiş olur. Ona görə deyirik ki, müəllim əgər fərdin, cəmiyyətin, ümumiyyətcə deyil, dövrün tələbinə uyğun olaraq yerinə yetirirsə dərslərini, o zaman tələb yönümlülük prinsipini yerinə yetirmiş olur. Bu da bu qədər. 6 dənə prinsipin izahatını verdik. Şagird yönümlülük dedik, şəxsiyyət yönümlülük, şagird yönümlülükü ümumiləşdirdik, şagird mərkəzdə dayanır, şəxsiyyət yönümlülükdə şagirdi bir şəxsiyyət kimi formalaşdırmalıyıq, inteqrativlikdə əlaqələndirmə yaratdıq, inteqrasiya elədik, əlaqələndirdik, nəticəlikdə sonu əvvəlcədən müəyyənləşdirdik, qiymətləndirmədə şagirdin nailiyyət səviyyəsinə qiymət verdik, tələb qoyduq, dövlət tələbi. Bir də tələb yönümlülükdə də dövrün tələbi, 20-ci əsrin bacarıqlarına riayət elədik. Bu da oldu bizim kurikulumun prinsipləri. Prinsiplərlə bağlı nəsə qaranlıq qalmadı sizə müəllimlər? Xeyr müəllim. Xeyr müəllim. Əla. Xeyr müəllim. Lap gözəl, lap gözəl. Aha, çox gözəl, çox gözəl. Sonra əla.
Bu bizim birinci mövzu. Birinci mövzuda yenə deyirəm, əvvəllərini oxuyacaqsınız, məlumatınız olsun. Çünki testlərdə belə işləyəcəyimiz gündəlik testlərdə düşür. Ancaq qəbula ən çox düşür kurikulum prinsiplərinə. Bunlara xüsusi diqqət edirsiniz və onunla bağlı sizə əlavə olaraq situativ testlər göndərəcəm. Tamin testi ilə yanaşı. İndi bir də keçirik nəyi? Növbəti mövzuya keçirik. Təhsil qanunu. Təhsil qanunu da çox asad mövzudur. Yəni həqiqətən çox asad mövzudur. Təhsil qanununda bir dənə əvvəldən sizə bir neçə cümlə deyəcəm müəllimlər. Orada çaşdırıcı hallar cümlənin yerini dəyişirlər. Ona diqqət edin. Burada nəyə diqqət edirsiniz? Bax, belə bir cümlə yazılıb ki, hər bir vətəndaşın təhsil alma hüququ var. Bunu bilirik. Sonra dövlət pulsuz, icbari, ümumi orta təhsil almaq imkanını təmin edir. Bax, ümumi orta. Bunu sizə tam orta olaraq salıb çaşdıra bilərlər. Bura diqqət edirsiniz. Yəqin ki, hər birinizin əlinin altında kitabı və yaxud da PDF göndərmişəm, PDF-i var. Və yaxud da qeyd edin. Əlinizin altında gələn və dəftəriniz olsun, bunları qeyd edin. Sizə dövlət pulsuz, icbari, ümumi orta yox, tam orta yazıb çaşdıra bilər. Bu ən çox çaşdıra bilər, çaşdırırlar. Testləri elə salırlar çox vaxt çaşdırmaqdan ötürü. Ona görə ümumi orta deyirik. Sonra dövlət minimum təhsil standartını təmin edir. Maksimum yazırlar müəllimlər çaşdırmaqdan ötürü. Diqqət edin, minimum təhsil standartını təmin edir. Daha sonra isə maddi vəziyyətdən asılı olmayaraq hər kəsin təhsil alma hüququ var. Bunu da olaraq yazırlar. Bunu onsuz da biləcəksiniz. Çox rahatdır bu. Aha, sonra indi keçdik təhsilin formaları, təhsil alma formaları. Müəllimlər, təhsilin formaları var. Bir də təhsil alma formaları var. Təhsilin 3 forması var. Formal, qeyri-formal, informal. Formal təhsil odur ki, yekunda dövlət sənəd verir. Misal üçün, məktəbdə olsun, yekunda şagirdlərə dövlət tərəfindən sənəd verilir, attestat verilir. Ali təhsil ocaqları olsun, universitetdə yekunda sənəd alırıq, diplom alırıq. Bu formal təhsildir. Yəni yekunda dövlət sənəd verirsə formal olaraq, belə yadda saxlayın, formal olaraq sənəd verirsə, bu olur formal təhsil forması. Sonra var qeyri-formal. Qeyri-formalda isə dövlət sənəd vermir burada. Bax, elə sizin özünüz, bax, qoşulmusunuz hazırlığa. Mən burada sizə təhsil verirəm, sənəd vermirəm. Və yaxud da kursa gedirsiniz. Kursda sizə təhsil verirlər, elm verirlər, amma sənəd vermirlər. Onlar hər hansı bir sertifikat falan kursun verdiyidir. Amma dövlətin sənədi deyil o. Yəni kurslarda, dərnəklərdə, fərdi hazırlıqlarda öyrəndiyiniz təhsil forması qeyri-formal təhsil formasıdır. Çünki yekunda sizə dövlət sənəd vermir. Sonra informal var. Informalı belə yadda saxlayın. Özünü inkişaf etdirmək, informal inkişaf elətdirmək, özünü inkişaf elətdirmək. Bax, oturursunuz evdə, heç bir hazırlığa qoşulmursunuz, heç bir kursa getmirsiniz. Deyirsiniz ki, mən özümdə ciddi rejimi quracam, saatları falan özüm tənzimləyəcəm, oturub sertifikasiya hazırlaşacam. Və yaxud da ki, oturub MİQə hazırlaşacam. Bəli, eşidirik. Mən də eşidirəm. Səsiniz də Gəldim mən. Bəli, məndə də qırıq-qırıq gəlir. Bir ara get. Hə, səsim gəlmir müəllimlər? İndi gəldi müəllimə. İndi gəldi, mən gəlmədim. Hə, harda qırıldı səsim, oradan davam edeyim. Informalda. Hə, informalda yaxşı. Informalda özünü inkişaf sertifikat falan kursun verdiyidir. Amma dövlətin sənədi deyil o. Yəni kurslarda, dərnəklərdə, fərdi hazırlıqlarda öyrəndiyiniz təhsil forması qeyri-formal təhsil formasıdır. Çünki yekunda sizə dövlət sənəd vermir. Sonra informal var. Informalı belə yadda saxlayın. Özünü inkişaf elətdirmək, informal inkişaf elətdirmək, özünü inkişaf elətdirmək. Bax, oturursunuz evdə, heç bir hazırlığa qoşulmursunuz, heç bir kursa getmirsiniz. Deyirsiniz ki, mən özümdə ciddi rejimi quracam, saatları falan özüm tənzimləyəcəm, oturub sertifikasiya hazırlaşacam. Və yaxud da ki, oturub MİQə hazırlaşacam. Bəli, eşidirik. Mən də eşidirəm. Səsiniz də Gəldim mən. Bəli, məndə də qırıq-qırıq gəlir. Bir ara get. Hə, səsim gəlmir müəllimlər? İndi gəldi müəllimə. Hə. İndi gəldi, mən gəlmədim. Hə, harda qırıldı səsim, oradan davam edeyim. İnformalda. Hə, informalda yaxşı. İnformalda özünü inkişaf elətdirməkdir. Özünü inkişaf, informal inkişaf. Yəni
Misal üçün deyim, Kəmalə müəllimə oturur evdə deyir ki, mən özüm hər hansı bir alman dilini öyrənəcəm və yaxud da rus dilini öyrənəcəm. Oturur evdə özü hər hansı bir proqram yükləyir telefonuna və yaxud da YouTube-dan bir dərs açır, baxır, özünü inkişaf elədir. Yəni nəsə bir müəllimə mi qoşulur? Yox, kursa gedir? Yox, getmir. Sadəcə olaraq özünü inkişaf etdirir informal təhsil forması ilə. Bu oldu bizim təhsilin formaları. Aydın oldu formal, qeyri-formal və informal təhsil nədir müəllimlər? Aydın oldu. Əla, çox gözəl. Misal üçün Aynur müəllimə səsi açmadı. Aynur müəllimə, Həbbə müəllimə. Bəli, müəlliməm, bunlar asandır. Əla, Həbbə müəllimə, sizin də fikrinizi alım. Sonra bir də İlhamə müəllimə. İlhamə müəllimə. İlhamə müəllimə əvvəldən axıra kimi səs açmayacaq deyəsən. Aha, yaxşı. Şəxsdə yazaram sizə İlhamə müəllimə. Sonra burada var, növbəti bizim deməli təhsil alma formalarından danışacağıq. Deməli bu danışdıqlarımız müəllim təhsilin formalarıdır. İndi isə təhsil alma formaları var. Hansı təhsil alma formaları var? Əyani, qiyabi, distan, sonra sərbəst, evdə təhsil var, fərdi təhsil var, stasionar təhsil var. Bu bizim təhsil alma formalarımızdır. Bax, təhsil alma formasında bir çoxdur. Yəni təhsil formalarından çoxdur. Əyani, qiyabi, hər birimiz bilirik. Əyani odur ki, gündəlik dərsə gedib gəliriksə, bu əyanidir. Qiyabi odur ki, əsasən ildə bilir 2 dəfə semestr olur, imtahana ya bir aydan biri gedirik. Bu oldu bizim qiyabi. Təhsilimiz bu haqda məlumatınız var ki, dərinə girmirəm. Baxın, sərbəst təhsil nədir? Sərbəst təhsilin növbəti adı eksternat təhsildir. Aha, növbəti adı eksternat təhsildir. Aha, yaxşı, Həbbə müəllimə. Növbəti adı sərbəst də yaza bilər, eksternat da yaza bilər. İkisi də eyni mənaya gəlir. Sərbəst təhsil odur ki, bax, təhsili vaxtından əvvəl bitirmək şansı verir. Bir də ki, təhsildən kənarda qalmısansa, təzədən gəlib yenidən təhsilini davam etdirmək, sənəd almaq imkanı verir sənə. Bax, 2 dənə əsas nüans var. Sərbəst təhsildir və yaxud da eksternat, ikisi də eyni şeydir. Təhsili vaxtından əvvəl bitirmək və yaxud da ki, yarımçıq qalmısansa, sənəd almamısansa, yenidən oxuyub sənəd almaq. İndi izahını verim. Vaxtından əvvəl bitirmək nə deməkdir? Bax, şagird, misal üçün deyim, 3-cü sinifdə oxuyur. 3-cü sinifdə oxuyur və bu artıq 4-cü sinif materiallarını oxuyub yekunlaşdırıb bitirir. Yəni çox vaxt uşaqdır da. Oxuyub məsələn mən 8-ci sinifdə oxuyanda 9-cu sinifin tarixini oxuyub qurtarmışdım. Digər fənləri deyə bilmərəm, amma 9-cu sinif tarixini oxuyub da tarix xoşum gəlirdi. 8-ci sinif kitabını da qurtarmışdım, 9-cu sinif tarixini da qurtarmışdım. Yəni məsələn ona maraqlı gəlib 4-cü sinif materialları da oxuyub qurtarıb. Və buna müraciət eləyirlər, valideynlər müraciət eləyir, komissiya yaradırlar və komissiya nəticəsində imtahan olunur uşaq və 4-cü sinifə yox, artıq birbaşa 3-cü sinifdən 5-ci sinifə keçir. İndi bu uşaq təhsili vaxtından əvvəl bitirmiş olmayacaqmı müəllimlər? Sizə bir sual verirəm. Olacaq yoxsa olmayacaq? Olacaq. Bəli. Tez qurtaracaq da, bəli. Bu sərbəst təhsildir, bu eksternat təhsildir. Vaxtından əvvəl bitirdi bu uşaq demək. Aha, bir də var. Təhsildən kənar qalan şəxslərə verilən bir şans. Yəni ki, gəlsin o təhsilini davam etdirsin, sənəd alsın. Bu nə deməkdir? Bax, burada yaş həddi yoxdur. Yaşı neçə olur olsun. 50 olsun, 60 olsun, 70 olsun. Əgər bunun takibuna hər hansı bir məktəb sənədi lazımdır, taki attestat lazımdır. Həmin şəxs oxuyur, gedir imtahan verir, həmin fənlərdən, attestat veriləcək fənlərdən, buraxılış fənlərindən. İmtahan verir, attestatını alır. Bu da dövlətin həmin şəxs üçün, vətəndaş üçün təşkil etdiyi bir şansdır. Bu da bir eksternat sərbəst təhsildir. Yəni, kənarda qalıb, neçə ildə uzaqlaşıb, buna birdən-birə bir sənəd lazım oldu, gəlir təzədən oxuyur, gedir sənədini alır. Bu da sərbəst eksternat təhsildir. Yəni, burada yaş məhdudiyyəti yoxdur. Buna da diqqət eləyir. Sonra var distant təhsil. Distant təhsil də uzaqdan, məsafədən təhsildir. Sonra stasionar var. Stasionar. Bu sərbəst təhsillə bağlı nəsə qaranlıq qalmadı ki, ondan soruşun. Biraz içində gəlici budur. Nəsə qaranlıq qalmadı ki? Müəllim, aydın. Aha, əla. Stasionar odur ki, müəllimlər, əgər şagird 21 gün müddətində xəstəxanada qalırsa, artıq müəllimlər gedir, şagirdə xəstəxana şəraitində dərs keçir. Bu budur stasionar.
Xəstəxana şəraitində həyata keçirilən təhsil forması. Təhsil alma forması. Bu da bizim oldu stasionar. Bir də 21 günü yadımızda saxlayırıq. Bu. Var evdə təhsil. Evdə təhsil odur ki, elə uşaqlarımız var ki, şagirdlərimiz gəlib məktəbdə otura bilmə şəraiti yoxdur. Yəni xəstəliklə bağlı da, məsələn, böyrəndə problemi var və yaxud ürək problemi var, otura bilmir sinifdə. Ona görə məsələn valideynlər müraciət edir rəhbərliyə, rəhbərlik də uşaqlar, müəllimləri, fənn müəllimlərini bir-bir göndərir evdə təhsilə, yəni həmin uşağın evinə gedirlər, evdə dərsi keçirirlər. Xəstə uşağı evdə dərs keçirirlər. Bu bizim evdə təhsil. Adından göründüyü kimi evdə təşkil olunan dərsdir. Bir də fərdi təhsil. Fərdi təhsildə əsasən xüsusi istedadlı şəxslər üçün təşkil olunan təhsil alma formasıdır. Fərdi təhsildə əsasən yaş həddi əsasən 25-ə kimi götürülür. Məsələn, o da sərbəst təhsildə biraz yaxındır. Misal üçün, təhsilin hər hansı bir formasına uzaq qalıb, təzədən gəlir müraciət edir ki, mən təhsil almaq istəyirəm də, ya da 25 aiddir, onu deyirəm. Onun üçün adıyla bir dərslər təşkil edirlər və fərdi olaraq dərslər təşkil edirlər, məktəb daxilində də. Məktəb daxilində fərdi dərslər təşkil edirlər və həmin şəxs də son yekunda gedir, imtahan verir, sənədini alır. Bu doğrudur bizim fərdi təhsilimiz. Bu, təhsil alma formaları. Deməli, təhsil alma formalarla bağlı müəllimlər yenə sizdən müraciət edəcəm. Hər bölməniz nəsə qaranlıq qalmadı ki. Aha. Əla, çox gözəl. Əsasdır ki, hər bir şey aydın oldu. Sonra müəllimlər, sonra bir də ümumi təhsil proqramı var. Onun ümumi təhsil proqramına nələr daxildir? Fənlər üzrə kurikulumlar, dərsdən kənar məşğələ, məktəbdən kənar məşğələ, tədris planı. Yəni fənlər üzrə kurikulum odur ki, yəni hər fən üzrə, məsələn, fizika, kimya, bu fiziki tərbiyə, dərsdən kənar məşğələ odur ki, fakultativlər nəzərdə tutulur, dərnəklər, yəni dərsdən kənar, dərs prosesini yox, dərsdən sonra təşkil olunur fakultativlər. Məktəbdən kənar məşğələ odur ki, məktəb bina, yəni məktəb binasından kənarda təşkil olunan tədbirlər olsun, məşğələlər olsun. Bu məktəbdən kənardır. Bir də tədris planları da əlimizdə olan illik, gündəlik planlar da bunlara daxildir. İndi keçirik ümumi təhsil sisteminin quruluşuna. Müəllimlər, ümumi təhsil sisteminin quruluşunda təhsilin pilləsi var. Bir də səviyyəsi var. Pillə geniş anlayışdır, amma səviyyə onun içərisində olan bir anlayışdır. Bax, hansı pillələrimiz var təhsilin? Qeyd edin də, siz də qeyd edin. Məktəbə qədər təhsil, ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil. Bunlar pillədir. Yadımıza sağladıq, pillə. Məktəbə qədər hansıdır? Bildiyimiz bağçalar. Bağça pillədir, yəni məktəbə qədər pillədir. Ümumi təhsil hansıdır? Bildiyimiz məktəb. Bildiyimiz məktəb ümumi deyirik, ümumi təhsil. Və bunun içərisində də nə var? Məktəbə hazırlıq var. Məktəbin içərisində hansı dərslər, hansı bölmələr var, mərhələləri var. Məktəbə hazırlıq mərhələsi var, sonra ibtidai təhsil mərhələsi var, sonra ibtidaidə 1-dən 4-ə kimi, sonra gəlir 5-ci sinifdən 9-cu sinifə kimi ümumi orta, sonra gəlir 10-11 tam orta. Aha, vəssalam. Bu da ümumi təhsilin, deyirik, ümumi təhsil pillədir və onun içərisində olan səviyyələr var.